Balığı qızardarkən yağın yanmamasını və ya mətbəxdən qoxu gəlməyini istəmirsinizsə, onda mütləq bu üsuldan istifadə edin. Stəkan yarım, yəni 300 ml suyun içərisinə dolu olmayan 2 çay qaşığı duz, yarım çay qaşığından biraz az qara istiot və ya qırmızı pul biber, 6 xörək qaşığı dolu da un əlavə edib və çırpıcı vasitəsilə yaxşı-yaxşı qarışdırırıq ki, un topa düyün şəklində qalmasın, tamamilə həll olsun. Daha sonra isə balığı təmiz-təmiz yuyub, doğradıqdan sonra aş süzənə əlavə edirik. Suyu tamamilə süzülür. Suyu süzüldükdən sonra həmin bu unlu qarışımın içərisinə balıq tikələrini hissə-hissə olmaqla əlavə edirik. Çox yox, 1 dəqiqə müddətində bunları bu qarışımın içərisində saxlayıb, daha sonra isə götürürük və aş süzənin içərisinə yenidən əlavə edirik ki, artıq olan o unlu qarışım süzülsün və dağ olmuş yağın içərisində hər iki üzünü xına kimi qıpqırmızı qızardıb götürürük. Balığı bu üsulla qızartsanız, mətbəxinizdə qətiyyən nə tüstü, nə qoxu olmayacaq və yağ da qətiyyən yanmır bu üsulla, özünüz də görəcəksiniz və balıq həm çox dadlı, ləzzətli olur, həm də xına kimi qıpqırmızı qızarır. Gördüyünüz kimi tavanın içərisinə bitki yağı əlavə edirik. Mən qarğıdalı yağından istifadə edirəm. Yağımız dağ olduqdan sonra balıqları hissə-hissə olmaqla əlavə edirik tavanın içərisinə və hər iki üzünü xına kimi qızardıb götürürük. Balıq qızartmasının yanında da mövsümündə mütləq bu narlı soğancanı hazırlayıram. Qırmızı, kiçik ölçüdə soğanları samanvari incə şəkildə doğrayıram və nar gilələri ilə birlikdə yaxşı-yaxşı bunları əlimlə əzirəm. İnanın, o qədər ləzzətli, o qədər dadlı olur ki, mütləq balıq qızartmasının yanında bu narlı soğancanı hazırlayın və bu üsulu mütləq sınaqdan keçirin. Hələlik.